Salam, əziz informatika öyrənciləri. Bugün sizinlə Codera bölmədən, alqoritm bölməsindən 43-cü sualı izah edirəm. Deməli, bizdən deyir ki, alqoritmin nəticəsi 81-dir, yəni n-imiz sonda 81 almışdır. Deməli, n-imizin 81 olması üçün dövrümüz bizim neçə dəfə gedib? Yəni, hər dəfə dövr eləyəndə bu n-in bir ilkin qiyməti 1-dir. Deməli, sonuncu qiyməti də 81-dir. Deməli, birinci dövrdə 1 vur 3 eləyib 3. İkinci dövrdə 3 vur 3 bərabər olub 9. Çünki n-in axırıncı qiyməti 3 olub, 3-ü 3-ə vuranda eləyib 9. Dördüncü dövrdə 9 vur 3 eləyib 27. Dördüncü dövrdə 27 vur 3, bu da bərabər olub 81-ə. Deməli, burada 4 dəfə 4 edib. Avtomatik də baxanda, n1-dən başlayanda 3-ü 4 dəfə bir-birinə vuranda 81 eləyir. Deməli, dövr sayımızı tapdıq biz burada, deməli, 4. Dövr sayımızı biz buradan 4 olaraq tapdıq. Sonra gəlib düşüb nə edirik? Deməli, gəlib düşüb biz buradan nə edirik? Deməli, K-mızın ilkin qiyməti verilib, 0 üstə gələk. Birinci dövrlə, dördüncü dövrlə baxacağam. Bir də üçüncü dövrlə baxacağam. Deməli, 0 üstərinə gələk, 4D, yəni 4 dəfə dövr elində hər dəfə, deməli, üzərinə 5 gəlinib. 4D-mizi buradan yığışdıralım. Deməli, K üstə gələk 5D-dir. K-mızın ilkin qiyməti verilib. Deməli, 0 üzərinə gələk. 5 vur. Yəni, 4 dəfə dövr gedib. Hər dəfə dövr gedəndə üzərinə 5 gəldiyinə görə 5 vur 4 yazırıq. Yəni, bura elədi 20. Deməli, dördüncü dövrlə. N-imizin ilkin qiyməti verilib. N-i tapmaq lazımdır. Deməli, bu da olur. Deməli, n çıxar. 7-ni vururuq 4-ə. Eləyir 28. Gəlirik indi bu şərt yerində qoyuruq bu yazdıqlarımızı yerinə. Dördüncü dövrlə yoxlamışam hələ. K-mız bizim neçə oldu? K-mız bizim oldu 20. Deməli, yazırıq ki, 20 artıq bu dövrdən çıxma halıdır. Dördüncü dövr dövrdən çıxma halıdır. Ona görə burada işarəni nə edəcəyik? İşarəni tərsinə qoyuruq. Deyirik ki, K kiçik bərabərdirmi? K kiçik bərabərdirmi? N çıx 28-dən. Çünki n sonda n çıx 28 aldı. Və gəlib yazırıq ki, 48 kiçik bərabərdir n-lə. Bu mənim dördüncü dövrlə olan cavabımdır. İndi bir də üçüncü dövrlə baxmalıyıq buna. Dövrdən qalma halı. Dövrdən qalma halı bunun necə olacaq? Deməli, K-nın yerində yazırıq üçüncü dövrdən 3 dəfə 5 gəlinib üzərinə. 0 üzərinə gələk 3 vuraq 5. Deməli, bura eləyir 15. Bura elədi 15. N-imiz də deməli 3 dəfə eləyəndə 3, 3, 3. Elə bir 7, 7 çıxıb bu da olub n çıx 21. Və gəlib yenə qoyuruq yerinə. Gəlib yenə qoyuruq yerinə. Deməli bu şərtdə qoyuruq bunu təzədən yerinə. K-mız bizim olmuşdu 15. 15. Deməli dövrdə qalma halıdır. Yazıram elə böyükdür. 15 böyükdür. N çıxaq 21-dən. Deməli, bizim burada da n-imiz nəyə bərabər olur? Deməli, n böyük olur 36-dan. Deməli, biz aralıq götürəndə, deməli, olur. Özdə burada mən bərabər də yazacağım. Çünki bərabər halında belə bu yox qoluna düşür. Deməli, biz burada nə yazacağıq? Aralığımız olacaq 36, 48. Bizdən də ən kiçik qiymət istədiyinə görə burada 38 qiyməti, 36 qiyməti sonuncu qiymət olacaqdır. Ümumiyyətlə, birinci dövrdən çıxma halına baxırıq, bir də dövrdə qalma halına baxırıq. Bu qədər.